Keçirəm qonağımıza və ilk mövzumuza. Qurban Yetirmişli bizim qonağımızdır. Xoş gəlmişsiniz Qurban müəllim. Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru. Qurban müəllim, sizi bugün burada görməklə ağlımızda olan, bizi həyəcanlandıran, narahat edən bütün suallara cavab tapacağıq. Xoş gəldiniz. Buyurun, əyləşin. Çox sağ olun, xoş gününüz olsun. Təşəkkür edirəm. Qurban müəllim, adətən belə olur. Bilmirəm, bu mifdir ya yox. Hər zaman uşaqlıqdan da mən belə eşitmişəm ki, hansısa bölgəmizdə, hansısa rayonumuzda yeraltı bir təkan xəbəri aldıqsa, biz narahat olurduq ki, yəqin zəlzələ olacaq. Hal-hazırda Azərbaycanda güclü bir zəlzələ gözlənilirmi? Onu deyə bilərəm ki, hazırda deməli yaxın günlər üçün zəlzələ məsələsi belədir ki, onun qısa müddətli proqnozunu demək qeyri-mümkündür. Çünki ani bir vaxtda saniyələrlə gedən belə bir təbii hadisədir. Ona görə onun o gücünü, vaxtını, yerini müəyyənləşdirmək qeyri-mümkün. Tez də ola bilər, gec də ola bilər, amma hansı bölgədə aktivlik ki var, orada deməli o seismogen bölgədə gərginlik toplanması var. Litosferdə gedən deməli blokların hərəkəti necədir, hansı sürətləndir, hansı istiqamətdən, onları biz müəyyən edirik. Ondan başqa gəl fiziki o parametrlərlə qravitasiya sahəsinin dəyişməsidir, ya maqnit variasiyalarının dəyişməsidir, gəl kimyəvi o deməli tədqiqatlarda, sularda olan qazlardır, makro-mikro komponentlərdir, eləcə də radioaktiv elementlərin o buxarlanmasıdır. Bunlar hamısı çox güclü amillər var. Digər deməli parametrlərdə, eləcə də tiltimetrlərlə maillik gedir və ilə. Ancaq məsələ burasındadır. Yaxın günlər üçün onu da deyim ki, yəni ki, sualınızın əsas cavabıdır. Katastrofik güclü zəlzələ gözlənilən elə bir seismogen bölgə yoxdur. Bir məna. Ancaq hər gün təkan var. Deməli, dünən bildiyiniz kimi Respublika ərazisində iki yeraltı təkan oldu. Biri cənub zonasında, biri Böyük Qafqazın cənub deməli şərq yamacında, İsmailli ərazisində, o Baba dağı deyilən o ərazilərdə orada da yaşayış məntəqəsi olmadığına görə hiss olunmamışdı həmin zəlzələ. Digəri isə 4 bal episentrdə, çünki onun dərinliyindən, bir də onun gücündən asılı olaraq o yer üzərində onun deməli o təzahürü nədir, o intensivliyi biz müəyyən edirik. Burada deməli həmin gün, yəni sutka ərzində bu günə kimi 80 yeraltı təkan olmuşdur. Bu qədər çox yeraltı təkan, növbəti güclü zəlzələnin xəbərdarlığına. Yəni, indi bu saat gələcəyək. Burada deməli, bu günləri 36 təkan olur. Yəni, günlərin ayın 8-i, 9-u, yəni bu məsələlərə görə deyirəm. O yeraltı təkanlar ki olanda, nə üçün mən sadaladım, hansı deməli biz tədqiqatları aparırıq, burada müəyyənləşdirirsən ki, o blokların sürətindən asılı olaraq. Digər bloklar hamısı eyni deyil, necə deyirlər, müxtəlif onların sürətləri, istiqamətləri var və o sadaladığım o parametrlərdə həmçinin belə harada güclü gərginlik toplanması var, bu nə verə bilər, hansı gücü verə bilər, ona görə arxayınçılıqla biz bunu deyirik. İkinci bir əsas variant odur ki, hiss olunan o zəlzələlər ki olur, bir də görürsən ki, elə keçən il yanvar ayında baş vermişdi, 19 yadınızdadırsa, Bakıda da hiss olunmuşdu, Xəzərin şimal tərəfində. Mən arxayınçılıqla dedim ki, narahat olmayın, ondan öncə də demişdim də, keçin istirahətinizlə, hiss olunan elə xırda təkanlar olacaq, içərisində hiss olanı da olar, ancaq qorxulu deyil. Bu nəyin əsasında deyil? Dağıdıcı dərəcədə deyil. Yəni, orada deməli, zəlzələ baş verəndə güclü enerji boşalması gedir, o gərginlik boşalması. Biz onu hesablayırıq və orada həmən deməli, ocaqda qalan nə qədər ki, orada enerji gərginliyi var. Onu ki, hesablayır, fərqini burada müəyyənləşdiririk. Və burada məlumdur da, misal üçün 6 tam yüzdə nə bilim 10 vursun, 10 üstü 11 götürək beləsinə o var gərginliyindir. Ayrılan enerji bunun deməli joule-dan gedir və qalan nədir? 3 tam nə bilim, bu nə ola bilər? Bu elə həmin baş vermiş zəlzələ kimi və ondan güclü ola bilməz. O da ki, afterşoklar hesabına xırda-xırda
o təkanlarla, yenə də deyirəm, ola bilsin içində hiss olunanı olsun bir 3 balza, o da qorxulu bir şeydir və enerji boşalması gedir. Yenidən ərazi həmin ocaqda fon səviyyəsinə yavaş-yavaş düşməyə başlayır. Və bu belədir. Yəni ki, elə-belə insanlar deməsin ki, ay, bunu hardan deyir, nədir? İndi şükür Allaha bilirsiniz ki, elmin çox belə inkişaf etmiş bir dövründük bu. Hər gün də belə necə deyirlər. Amma bilirsiniz ki, biz adətən miflərə daha tez meylənirik. Çünki adətən afterşokların, zəlzələnin təkanın özündən 2 qat daha güclü olduğu belə məlumatlar oxuyuruq. Amma bunu belə doğru izah etməyiniz... İndi bir şey də var. Bir də görürsən ki, həmin ərazidə xırda bir təkan oldu. O buna deyirlər force shock. Sonra da gəlir o şok, sonra aftershock. Tabii İngilis terminlərdir, bilirsiniz bunu. Əvvəl şok elə əsas və after o sonradan. Onun o prosesə ki, baxılır. Yəni, orada dediyim kimi, həmin ərazidə olan yığılmış o gərginliyi müəyyən etmək olur da nədir? Və onda gözləyirsən ki, bundan sonra, misal üçün, hiss olunmayan xırda təkanlar olur. Bunun hesabına bir də görürsən, xırda təkan oldu, sakitçilik oldu, dayanıb orada o gərgin vəziyyətdə, həmin o laylarda o proses birdən deməli, güclü də vura bilər. Ancaq biz onu müəyyən edə bilirik. Bunun axırı nə ola bilər? Hansı gücdə ola bilər? Çünki nə qədər risklərin nə qədər olduğunu toplanması var və istiqamətlər hansı deməli yönəlib. Litosferdə olan o layların deməli blokdakı o istiqamətlər. Qurban müəllim, bugün bu mövzunu qoymaqda məqsədimiz əlbəttə ki, bizi izləyən insanlar, zəlzələ dediyim kimi, hamını qorxuya, həyəcana salan bir mövzudur. Bəzi insanlar var ki, onlar üçün ən böyük qorxuları və fobiyaları. Təbii ki, heç kimi həyəcanlandırmaq, qorxuzmaq istəmirik. Əksinə məqsədimiz maarifləndirməkdir. Amma yenə də istəyərdim ki, əsasən zəlzələ ehtimalı olan, bu yeraltı təkanların ehtimalı olan seismoloji ərazilərimizi sayasınız. Ən çox hansı ərazilərdə gözlənilir belə hallar? Yox, belə götürdükdə, yəni bizim deməli bu ərazidə Alp Himalay dağlarından belə götürülmüş seismik qurşaqdır. Bütün bu Qafqazdır, Orta Asiyadır, yəni ki bizim İrandır, Türkiyədir, Ermənistan, Gürcüstan, o Kopet dağı kimi düz gedir, nədir, Krım, Qafqaz. Bu böyük bir zonadır və tarixən də indinin özündə də istər-istəməz burada deməli aktivlik var. Yer daxili proseslər gedir, dinamik proseslər və zəlzələlər baş verir. Qaldı ki, bizim ərazi götürdükdə, mən belə deyim ki, 8-9 balla danışaq da, indi ümumiyyətlə o bal söhbəti Sovet dövrü vaxtında götürülüb, SSR və sosialist ölkələri 1964-cü ildə belə bir şkala yaradıblar. MSK 3 alimin deməli Rusdur, sonra Çexdir, bir də Alman alimdir. O, həmən deməli yer daxilində ki, baş verən o təsirin yer üzərində intensivliyidir. Onun törətdiyi o fəsadlardır. O şkala ki, 12 ballıq şkaladır, bizdə bal-bal ki deyir. O tikillərdə, relyefdə hansı fəsadlar törədib, nədir? 1 baldan 12 bala kimi bunun izahatı var burada. Ancaq bu saat dünya 35, keçən əsrin 35-ci ildən bu yana deməli magnitudo ilə götürür. O da Richter, Gutenbergin yaratdığı deməli o beynəlxalq deməli bir ölçüdür. 1, 2, 3, 4, 5 bu nə deməkdir? O rəqəmlərin arxasında orada baş verib, o zəlzələ baş verəndə ayrılan enerjinin gücünü göstərir. Da yazmırlar ki, burada nə bilim 10 üstü neçə, hamısının özünün kəmiyyəti var. Bizim isə uzun illərdir, yəni bir deyim də 17-ci ildən bu yana Amerikanın 5 universitetidir, sonra Kanadadır, Gürcüstan, çünki Qafqaza görə və biz. Bütün keçmiş deməli o kataloqların hamısı yenilənib, rəqəmsala çevrilib və 2003-cü ildən bu yana bizim respublikadakı rəqəmsal o seismik stansiyaların məlumatları əsasında biz Azərbaycan ərazisinin seismik təhlükə xəritəsini hazırlamışıq. Bu deməli nə deməkdir? Burada deməli o quruntun hərəkətidir, sürətidir, onun təcilidir. Bu kəmiyyətlərin əsasında
1 saniyədən 2 saniyəyə qədər, 2-dən 3 saniyə, 4 saniyə burada deməli o təcilin spektrlarını qurub həmin ərazi üçün o təhlükənin qiymətləndirilməsidir. Yəni bizim bu işi hər keçən illər hər aparılır, bölgə üçün, hər ərazi üçün, adi tikinti üçün bu işləri aparmaq lazımdır hökmən. Yəni budur. Bu ilk dəfə olaraq bizim yəni yeniliyimizdir. İkincisi bizə məlum olmayan deməli Azərbaycanda baş verən o zəlzələlər ki olub tarixən hansı ki cihazlar, zatlar olmayıb heç nə. Ancaq o tarixi mənbələrdən, ədəbiyyatlardan belə götürülüb. Biz deməli Oxford Universiteti ilə birgə iş aparırıq paleosismologiya, yəni keçmiş o baş verən zəlzələlər üçün və deməli Ağsudur, Göyçaydır, Səlyandır, bu zonalarda bu işləri ki aparmışıq. Eləcə də Şamaxıda olan 1902-ci ildə ən axırıncı zəlzələ və o mənbələr ki var idi. Onların səbəbini mi araşdırırsınız? Bizə bilinməyən burada magnitudası 7-7-dən yuxarı güclü zəlzələlər olub. Çünki bunların hamısı o karbon ki götürülüb, ondan peyklə o şəkillər ki var, onun deşifrovka olunub. Londonda radioloji deməli analizlər olub, onun deməli vaxtını, müddətini, gücünü müəyyən edilib. Orada hansı. Deməli bizim hətta 1902-ci il zəlzələsini götürürdülər ki 6,9 magnitudo ilə. 6,9-dur, 7-dən 7-5-ə qədərdir. Deməli, elmi və texnikanın inkişaf etməsi sayəsində yaxşı ki, köhnə, ən dağıdıcı zəlzələləri də araşdıra bilirsiniz. Amma sizdən bugün eşitmək bizi çox rahatlaşdırır ki, hal-hazırda nə bizdə, nə bölgələrimizdə güclü bir zəlzələ gözlənilir. Amma Qurban müəllim, siz burada olmuşkən çox istəyərəm ki, son olaraq bu mövzuda bir çağırış da eləyək bizi izləyən insanlara ki, zəlzələ ilə bağlı qısa da olsa özlərini zəlzələ anında soyuqqanlı davranmaqları üçün və təhlükəsizlik tədbirlərinə düzgün əməl etməkləri üçün bir neçə bəlkə cümlə tövsiyəniz olar. Bəli, bizim deməli bu gənclər məktəblərdə, axıl evlərində, tikinti təşkilatlarında bu işləri göstərirlər ani olaraq. Dərs gedir, oturmuşuq. Müəllim dərsi, birdən zəlzələ nə etmək lazımdır? O davranış qaydaları üçün biz o prospektlər də düzəltmişik. Əlbəttə ki, qaçmaq olmaz. Elə pəncərəyə yaxın olmaz, dayanmaq. Meblin o qardiropunun yanında durmaq olmaz, balkona çıxmaq olmaz. Masanın altına girə bilərik? Liftə minmək olmaz, pilləkənlə qaçmaq olmaz. Yəni, baxır harada, elə yerdə, misal üçün, uşaqlar hara qaçmalıdır? Elə partanın altına girməlidir. Həmin məmid ki, yuxarıdan bir çat olsa, bir o şkaturdan nəsə tökülsə, əşya düşməsin insanda, nə cür dərlər, xəsarət insana yetirməsin. Yəni, tövsiyə budur. Ancaq o həyət evləridir, belədir də, əvvəl birinci uzununa deyirik, dalğa gəlir. Ondan sonra o dağıdıcı ikinci bir dalğa gəlir. O birinci dalğa ilə ikinci dalğa arasında müəyyən fərq vardır. Saniyələr, o da məsafədən asılı olaraq 5 saniyə ola bilər, 10 saniyə ola bilər, gəlib çatıb hansı bölgədəsən. Həyət evlərindəsən, qaç ginan küçəyə, çıx ginan, elə yerdə dayan ilə ki, binadan heç nə xəsarət olmasın. Bəli, belədir.